Herkese salam dostlar, kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar sizlere demiştim ki toyuqlarımızı bastıracağıq. Bu toyuğumuzu tekrar, bu toyuğumuz da qırt yatmıştı. Əlavə bir dənə də toyuğumuz çöldə qırt yatıb. İndi inşallah ki bunları bu günləri qırt bastıracağıq. Təbii ki bu toyuqlar buralarda daha çox yumurtlayır. Yəni bu 3 qabda, bir də orada da yumurtlayırlar. Ona görə bu iki yeri, yəni bu var idi. Cücələrimiz burada çıxmışdı. Hansı ki bundan əvvəlki videolarda cücələrimiz çıxdı. Bu yerdə çıxmışlar. Buranı da düzəltmişəm. İndi bu yumurtaları bu iki yerə yığıb o toyuqları bura qoyacağam. Bu 100% yatacaq burada, amma bu buralara öyrəşib. İndi inşallah yumurtanı görüb o da gəlib burada yatar. Yatmasa da eybi yoxdur. Yəni harda yatsa orada bastıracağım. Problem yoxdur. Sadəcə istəyirəm ki, digər toyuqlar narahat eləməsin onu. Ona görə buralarda bastırmaq istəyirəm. Burada 30 dənə yumurta var uşaqlar. Öz toyuqlarımızdan qoymamışam. Bu yumurtanı qonşumuzdan almışam. İnşallah bunları qoyacağam. Niyə görə? Çünki məndə buraxma xoruzlar daha çoxlu təşkil etdiyi üçün yeri toyuqlarım belə buraxmalarla qarışıq olur. Qarışıq olan cücələrdə isə dostlar buraxmaya bəziləri bir çox hətta deyim, buraxmaya çox oxşayır. Nə mənada oxşayır? Yəni görünüş baxımından demirəm, yumurtanı az verir. Ona görə mən istəmirəm özümünkilər artsın. Ona görə qonşudan, yəni yerli toyuq, yerli xoruz saxlayan insandan almışam bunları. Bu toyuğumuz biraz iridir. Buna 16 dənə qoyacağım inşallah. Elə sayaq sizlərlə bərabər qoyaq. 3, 6, 9, 12, 13, 14, bu da 15, bu da 16. 16 dənəsini bu toyuğumuzun altına qoyacağım uşaqlar. 17 dənəsində sığar. Mənə deməyin ki, insafın olsun, nə bilim, nə bir dəfə qoymuşdum, deyirsiniz insafın olsun filan. Problem yoxdur uşaqlar. Çünki mən 3 gündən sonra, 4 gündən sonra, maksimum 4 gündən sonra, 3 gündən sonra baxıram. Yumurtalara baxıram, içində boş olan, döl olmayan yumurtaları götürürəm. Ona görə mütləqdir ki, hər yumurtanın, yəni hər toyuğun altında bir veya iki yumurta mütləq şəkildə dölsüz olur və yaxud da ki, nəsə də yumurtada problem olur, içində cücə əmələ gəlmir. Mən altından götürürəm deyə heç bir problem yaşamır. Yəni say onsuz da azalır. Həm də ki, burada insaflıq nə var ki, toyuğun altına yumurta yığmışam da, hər ayağa qaldıranda gündə 2 dəfədən yeməyə qaldıram. Gündə 2 dəfə bu yumurtaları özüm çevirirəm, kömək edirəm toyuğa. Burada nə var ki, toyuqları da yaxşı yedizdirirəm. Heç bir problem olmur. İndi geri qalan yumurtanı da dostlar bu yerə yığaq. Görək inşallah toyuq gəlib burada yatar. 3, 6, 9, 12, 13, 14 dənə. Niyə görə bunun altına 14 dənə yumurta qoydum dostlar? Bu toyuğumuz biraz balacadır. Düzdür. 15-də sığar altına. Amma hələ ki ehtiyac yoxdur. Yəni baxacağım da, əgər problem lazım olsa, görsəm ki altında yer var, əlavə edə bilərəm 1-2 dənə yumurta, amma hələ ki ehtiyac yoxdur. Bu niyə görə? Çünki ola bilər ki bu yumurtadan bir dənə, 2 dənə də az şey olsun da, elə bir içində toxum olmaya bilər də. Toyuğun səsindən başım getdi, ona görə qapını bağladım. Ola bilər ki, bu yumurtanın da içindən bir dənə, 2 dənə, 3 dənəsinin içində yumurta cücə əmələ gəlməz, toxumsuz olar və yaxud da ki, hər hansı bir problem olur, onda altında lap az yumurta qalacaq. Ona görə indi görsəm ki, toyuq yaxşı yığır, altında çox boş yer var, bir dənəsini filan əvvəl edib 15 dənə edə bilərəm. Bunun da altına ola bilsin, bir dənəsini əlavə edib 17 dənə elədim. Üçüncü toyuğumuzun altına nə qoyacaq dostlar? Bizim bundan əvvəlki videomda göstərirəm ki, sizlərə deməli limon buraxmamız yumurtaya düşüb. Baxın bu 4 yumurta onun yumurtalarıdır. Bunlar da 5 dənə də saqqallı toyuqlarımızla bu boynu tüksüz toyuğumuzun yumurtalarıdır. Burada cəmi 9 dənə yumurta var. Azdır. Amma sabahlarda limon buraxmamız yumurtayacaq və inşallah ki yumurtayar. Və saqqallı və boynu tüksüz toyuğumuzda inşallah ki sabah yumurta saat 4 dənə toyuq oluyor da. O 2 dənə saqqallı, bir dənə boynu tüksüz, bir dənə də limon buraxma. Onlarla bərabər digər toyuğumuz da biraz balacadır. İndi onu da göstərəcəm. Təbii ki onu da altına yığacaq. Onunla bərabər deməli yenə onun toyuğun da altında 14 dənə yumurta olacaq. O bu toyuqdan da biraz balacadır. Hətta hansıdır? Bu ilki fərəmizdə o ördəklərimizin anası, videolarımızda var ha ördəklərin anası. Əvvəlki birinci videolarımıza daxil olun. Onların anası da təzədən qırtlayıb. Bu sonuncu ördəklərimiz var. O ördəklərimizin yanında kəsib yediyim ördəklər var. Adamımızdan savayı onların anası. İndi inşallah ki yəni bu yumurtaları da onun altına yığacaq. Onu da sizə göstərəcəm təbii ki. İndi toyuqları qoyaq görək yatacaq burada.
Bu toyuğumuzda dostlar burada balaca köhnə bir şkaf diyeyim, bir şey diyeyim var. Burada yatıb indi altından götürəcəm. Bir dənə fal yumurta var altında. 2 gündür yatıb artıq yumurtam var. Onu götürdüm. Bunu da altına bu yumurtaları yerləşdirək. Yığsın altına. Bu toyuğumuz yaxşı qırt yatır deyə bunun altına önemli yumurtaları bunun altına yığıram. Yəni Brahmanın yumurtaların, boynu saqqallı və boynu tüksüz toyuğun yumurtaların bunun altına yığıram. Yəni ən önemli yumurtalar toyuq sənin altındadır. Gör neyirsən də bunları qəşəng çıxart. İnşallah 9 dənəsini qoydum. O toyuqlar yumurtası da sabah qoyacağım bunun altına. Digər 4 dənə filan da. Olmasa da indi sabahları gətirib altına onu da 4 dənə filan əlavə yumurta əlavə edib. Yəni 14 dənə də bunun altında eləyəcəm. Deyirsiniz ki, bir gün sonra bunun altına yumurta qoymağın bir problemi olur. Xeyr, olmur. Tam bir gün də olmur. Çünki bugün artıq axşamdır. Bugün də bu arada 13-dür uşaqlar. Onu da sizlərə deyim. Siz bu videonu ayın 20'si falan izləyəcəksiniz. Bir gün sonra da 24 saat sonra da olmur. Hardasa 12 saat, 13 saat sonra olur. Sabah artıq gün ortaya yaxın biləcəm ki, mən toyuqlar yumurtadı, yumurtamadı. Yumurtamasalar gətirib altına atacağım. Yəni bir 10 saat, 12 saatla bir gün də sonra qoymağın heç bir problemi olmur toyuğun altına. Demək olar bərabər çıxır. Uzaqbaşı 1-2 saat aralarında fərq olar. Önemli deyil. O da 1-2 saat o çıxan cücələr artıq qalsın. Bu da biraz geç çıxsın. Heç bir problem olmur. 9 dənə də bunun altına qoyduq. İndi gedək görək toyuqlar yatdı mı? Çöldəki toyuqlar qoyduqlarımız. Baxın uşaqlar, toyuqlarımız artıq yumurtalarını demək olar yığıb altına. Onun biraz çöldə qalıb, onun yeri yaxşı da deyildi. İndi toyuq uzaqbaşı yarım saata, 1 saata öz yerini rahatlayacaq, yatacaq yəni yerində. Heç bir problem olmayacaq. Buranı açım, işıq da düşsün bunların üstünə. Çünki bu da artıq 2 gündür, 3 gündür yatır da. Bu da ki zaten bir dəfə bala çıxardı, bu ikinci dəfə qoyuram. İnşallah balalar da çıxanda hamısını bu toyuğa verəcəm. Həm sakit toyuqdur, yəni bu iki fərə olmasına baxmayaraq çox sakitdir. Həm də zaten ikinci dəfə ucu qırt yatırıq. O artıq onun bala haqqıdır da, belə demək lazımdırsa. Ona görə elə bu toyuğa verəcəm balaları da. İnşallah bu toyuğumuz saxlayar. Düzdür, görürsünüz yumurtalardan çöldə qalıb. Bunlar 1 saatdan sonra tamamilə altlarına yığacaqlar. Sadəcə mən bura tez girdim. Buradan videonu bağladım. Onun altına yumurtanı yığdım. Gördünüz ki, heç 2 dəqiqə çəkmədi video. Təzədən qayıtdım bura. Bir yarım saat sonra bunlar tamamilə inşallah yumurtaları yığacaqlar altına. Toyuq yumurtaları bilirsiniz ki 21 günə çıxır. Havalar isti olduğunda 19 günə, hətta 20 günə çıxır. Bax 20-19 günə çıxır yay aylarında bastıranda. İndi havalar bilirsiniz ki elə də isti deyil. Bunlar da yenə 21 günə, 21-ci gün artıq çıxardıb bitirəcəklər. Yəni 20-ci gün dinlədəcəklər, 21-ci gün çıxardıb bitirəcəklər. İnşallah qismət olsa, bilirsiniz ki 30 dənə bunun altına qoyduq, hardasa 14 dənə də onun altına qoyacaq da, deməli 44 dənə yumurta hələ ola bilsin ki, bunun altına bir dənə filan əlavə elədim, sığacaq çünki toyuq iridir. 44 dənə yumurta, indi inşallah bundan bir 35 dənə filan mən cücə gözləyirəm də, ən azından bir 35 cücə gözləyirəm. Bunun da yanına inşallah uşaqlar bir 50 dənə də alım, niyyətim odur ki, bir 50 dənə də cücə alım, töküm 85, 24 dənə də cücəmiz çıxmışdı. Hələ dediyim kimi sezona indi başlamışıq, yenə cücələrimiz olacaq. İndi imkan olsa lap bunun yanına bir 100 dənə cücə alıb atacağım, ya 50 dənə almayacağım, bir 80 dənə alacağım. İndi baxacağım da öz imkanıma, çünki mən zəif heyvan saxlamağı xoşlamıram uşaqlar. Ona görə də az olsun, yaxşı saxlayayım, o niyyətindəyəm. Ona görə yəni çox adam var ki, burada heç yem almağa güc çatmayacaq, alır cücəni tökür həyətə, cücələr hamısı zəif. Mən elə şey saxlamağı xoşlamıram. Yəni yedizdirməyi, kök olsun heyvanlarıma elə xoşlayıram. Ona görə elə bacardığım qədər, yəni az olsun, yaxşı saxlayayım, yəni heyvan yaxşı olsun deyə çalışıram. İndi gücüm niyə çatacaq, baxacağım bunlar çıxana yaxına, görüm gücüm niyə çatacaqsa o qədər də bunların yanına cücə alıb tökəcəm. Bir dəfəlik say olsun. İndi inşallah yaxın günlərdə bu ətli cücələrimiz var idi ha, Ross 308 saxlayırdıq ha. Onlardan bir dönüşdə almaq istəyirəm. Görək qismət nə olacaqsa, inşallah onlardan da alarıq. Belə dostlar, bu videonu çox uzun tutmayacağım. Göstərdim zaten bütün toyuqları. Sağ olun, salamat qalın. İnşallah bol çıxım alarıq bunlardan. Çünki yaxşı yumurtalar qoymuşam bunların altına. Yumurtaları da getdim qonşudan aldım ki, özə seçib ən yekə iri yumurtaları götürmüşəm ki, iri, yaxşı, qəşəng balalar alarıq.
sexdən də yumurtalar alacaq. Çünki bilirsiniz ki, toyuqlarımız da artıq xoruzlarımızı da özümüzdən saxlayırıq deyə bir neçə ildir. Mən 3 ildir artıq sexdən cücə almıram da, yəni inkubatordan cücə almıram. Öz toyuqların balalarını saxlayıram deyə görürəm ki, artıq cücələrimdə biraz cırraşma gedir. Ona görə bu illəri sırf yumurtaları qonşudan aldım, qoydum altına. Əlavə olaraq da sexdən cücə alacağam və bunlardan çıxan balalardan da qəşəng kənd xoruzları saxlayacağam. İri kənd xoruzlarından seçib saxlayacağam ki, bu toyuqlarımızda gedən cırraşmanın qabağını alaq tamamilə. Eyni qana bir neçə dönüş uşaqlar, məsəl üçün deyirəm, toyuqlarınızdan cücə çıxır, onun xoruzundan saxlayırsınız, onun cücəsindən saxlayırsınız, bir-birinə cütləşdirirsiniz, sonra bir ildə artıq 2 ildən sonra, 3 ildən sonra görürsünüz ki, toyuğunuzda cücə özdə və yaxud da bunu hündüşqozda da eləsəz, ördəyinizdə də eləsəz, görəcəksiniz ki, cırraşma gedir. Ona görə qan dəyişimi mütləqdir. Yəni bunu xoruz vasitəsilə də eləyə bilərsiniz, başqa yerdən xoruz da ala bilərsiniz və yaxud da ki, mən bu toyuqlarda sexdən cücə almaq çox asan bir şeydir deyə mən ümumiyyətlə yeridiblə həm fərəni, həm xoruzu dəyişdirmək istəyirəm. Belə dostlar, izlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı, like atmağı unutmayın. Bacardığınız qədər də dost tanışınızla paylaşın inşallah. Xeyirli, bərəkətli olsun bizim üçün.